Güləşçilərə görə güləşçi olmaz. Güləş nədir? Güləşə ilk dəfə 2009-cu ildə Gəncə şəhərində başlamışam. İdmana həvəsim həddindən artıq çox idi, ancaq anam icazə vermirdi getməyə idmana. Bir gün ad günüm idi. Anama dedim ki, mənə hədiyyə ad günümə məni idmana apar qoy. Anam da razılaşdı. İdmana apardı, qoydu. Güləşə başlayanda çox həyəcanlı idim. Zala gəldim, baxdım hər tərəfdə, yəni hamısı oğlanlardılar. Düşünürdüm ki, yəni mən burada necə məşq edəcəm, necə olacaq. Ancaq o mənim üçün o qədər də önəmli deyildi də. Yəni idmanı o qədər çox sevirdim ki, o qədər çox həvəsim var idi ki, sadəcə fikirləşirdim ki, bir gün mən də çempion olacağam, mən də televizorlara çıxacağam, mən də göstərəcəklər. Yeniyetmələrin Avropa çempionatından sonra 3-4 il mən Avropa Dünya çempionatında medal vermədim. Bu məni çox həvəsdən saldı. Düşünürdüm ki, məndə day alınmır da, yəni idmanla vidalaşmaq lazımdır. Məşqçim Həsrət Məmmədiyarov da deyirdi ki, sənin hələ nə yaşın var, cavansan, güləşəcəksən. Məşqlərimə davam etdim. Bir ildən sonra U23 Avropa çempionatına getdim. U23 Avropa çempionatında 62 kiloda ilk dəfə U23 Avropa çempionu oldum. Bu yarış mənə çox motivasiya verdi. Ancaq dünya çempionu olmağa qarşıma çox məqsəd qoymuşdum ki, dünya çempionu olmaq istəyirəm, dünya çempionu olum. Düzdür, dünya çempionu olan zaman yəni nə çəkdiyim əziyyətlər yadıma düşmürdü, nə zədələrim yadıma düşmürdü. Sadəcə özün göylərdə hiss etsən, o bayraq qalxır, himn səslənir, özün çox xoşbəxt hesab edirsən. U23 Avropa çempionu olanda Bakıda keçirilmişdi yarış. Bu yarışa da çox yaxşı hazırlaşmışdıq. Bu yarışda mənə ən böyük motivasiya anam oldu. Anam da yarışa gəlmişdi izləməyə Gəncədən. Çox xoşbəxtəm ki, anam orada oldu və anamın istəyini boşa çıxarmadım. Bu nəticələr məni qane eləmir. Yəni Avropa dünya çempionu olmaq, olimpiya medal qazanmaq istəyirəm və gələcək nəsilə örnək olmaq istəyirəm. Yolun başından bu günə qədər ən böyük dəstəkçim özüm olmuşam. Yəni insan bir şey istəməsə, özü istəməsə, onu heç kim məcbur etdirə bilməz. Hər bir qadın güclüdür, hər bir qadın öz ayaqlarının üstündə durmalıdır. Qadın öz gələcəyinin qurucusudur. İrəliyə baxanda deyərdim ki, mən qarşıda olimpiya oyunları gözləyir. Hər bir idmançının arzusu olimpiya medalı olduğu kimi mənim də arzum olimpiya medaldır və əlimdən gələnin ən yaxşısını edəcəyim ki, Azərbaycanı, vətənimi layiqincə təmsil edim. Azərbaycan bayrağını qaldırım, himnimizi səsləndirim. Xalça üzərinə çıxan zaman tək özüm üçün deyil, həm vətənim üçün, xalqım üçün vuruşuram, həm də qadın güləşinin inkişafında, tarixində iz qoymaq istəyirəm.